Qarşıma sosial mediada Film Akademiyasının səhifəsi çıxdı. Buranı çox bəyəndim, sizi çox sevirəm. Onsuz da səhnə işığını çox sevirdim. Rəsm də var idi. Buranı görəndən sonra daha da belə pozitiv oldum. Sonradan amma həqiqətən də, yəni nə olsa məqsədim arxasına get. Yəni bu sözü həmişə eşitmişəm valideynlərimdən. Qorxurdum ki, birdən təklənərəm, eləyə bilmərəm. Amma gəldikcə ortamı gördüm, çox səmimi idi. Amma daha sonra mənə dedilər ki, meymun ol, zombi ol. O biraz mənə qəribə gəldi, amma bilirdim ki, elə şeylər olacaq. Yekun olaraq yaxşı ki, bura gəlmişəm. Doğrudan da mənə çox şey qatdı. Amma 3 ayda sanki mənə bir il təcrübə alınmışam kimi hiss elədim doğrudan. Özgüvənli və komplekslərinizdən azad olmaq istəyirsinizsə, bura gəlin, peşman olmayacaqsınız. Elçin Təhməzov, Bəli. öz ad soyadı, yaşı və dəyincə. Elçin Təhməzov, 22 yaşım var. Kamera qarşısına çıxış edəndə həyəcan yaranırdı, istədiyim kimi çıxış etmirdi. Elə bir problemlər var idi və qarşıma sosial mediada Film Akademiyasının səhifəsi çıxdı. Mənə də maraqlı gəldi ki, burada ən azından mənim həyəcanımın qarşısı alına bilər və bura müraciət elədim, 3 ayım tamam oldu. İlk gələndə hansı hissləri yaşadın? Gələndə hamı qeyd elədi ki, meymun ol deyildi. Biraz utandım, biraz fərqli oldum. İkinci top olmaya bildim də top atırdı. O maraqlı gəldi, axı top yoxdur ortada. Çox bir maraqlı faktor idi. Amma indi hal-hazırda başa düşdüm ki, onların hamı təlimlərdən idi. Hal-hazırda əla. Elçin, bu 3 ay sənə nə qatdı? Ən birinci növbədə özümü tanımama kömək elədi. Bunun üstündən gəlməyə kurs mənə çox kömək oldu. 3 ay əvvəlki Elçinə nə tövsiyə edərsən? Başlamağı. Birdən qərar verməsəydin, yəni o qorxu anı olur qərar verməkdə. Bəli, əlbəttə insan deyir, ora gedəndə başıma nə gələcək, fikirləşməsin, gəlsin, başlasın, onsuz sənə uyğun olmasa çıxarsın. Elçin, yekun olaraq nə demək istəyirsən? İlkin olaraq insanın məqsədi varsa, aktyorluq sahəsinə, bura qoşulmaq, bura qoşulduqları vaxt istər-istəməz buna uyğun olmadıqlarını bilə bilərlər. Çox sağ olun. Adın nədir sən? Milay, Milay, nə gözəl adı var. çox sağ ol. Neçə yaşın var idi? 10. Milay, niyə aktrisa olmaq istəyirsən? Nə işin var burada? Əvvəl xalam uşaqları ilə komediyalar çəkirdi. Sonra həvəsim yarandı, anam Instagramdan tapdı. Bəs gələndə hansı hissləri keçirdin? Həyecanlı idim, sevinirdim. Bu prosesdə gəldin, dərslərdə iştirak elədin, nə təəssüratın oldu 3 ay ərzində? Özgüvənim oldu. Milay, nə öyrəndin burada bu 3 ayda? Etüdlər, məşğələlər, gün məşğələsi, sonra top oyunları. Bəs yekun olaraq təəssüratların nədir? Buranı çox bəyəndim, sizi çox sevirəm. Bəyənmədiyin tərəflər nədir? Yoxdur. Evet. Adın nədir? Yağmur, Yağmur, soyadın? Kərimova, Neçə yaşın var? 13. Necə oldu gəldin bura? Onsuz da səhnə işığını çox sevirdim. Rəsm də var idi. Buranı görəndən sonra daha da belə pozitiv oldum. Bura gəlmək istədim. Necə tapdın bizə? Instagramdan. Bura gələndə nə hisslər yaşadın? Bura gələndə həyəcan, yəni mən də bir gün filmə çəkiləcəm kimi bir həyəcan. Bir tərəfdən də qorxu yaşadım ki, alışa bilmərəm, tək qalaram. Amma ilərləyən zamanlarda gördüm ki, heç də belə tək qalması yerə oxşamır. Bu 3 ay sənə nə qatdı? Həvəs, maraq, özgüvən, çox şey qatdı. Nə öyrəndin burada? Oradan bura gəldim, oldum, özgüvənlə. Əlasan. Məhəmməd Hüseyn. Adın Məhəmməd Hüseyn. Nə gözəl. Neçə yaşın var Hüseyn? 15. 15 yaşın var. Nə işin var burada? Məqsədim arxasına getmək üçün gəlmişəm. Aktyor olmaq üçün. Bəli. İlk dəfə gələndə nə hiss yaşadın? Necə oldu qərar verdin gəlməyə? Əslində ilk dəfə gələndə buranı çoxdan izləyirdim. Özüm də aktyorluğa həvəsim vardı, yəni çox həvəsim vardı. 10 yaşımdan həvəsim var idi buna. Amma karyera haqqında fikirləşməmişdim. Sonradan məqsədi sevirdim. Nə oldu bəs buranı tapdın, gəldin? Buranı tapdım, buranı TikTokda gördüm ilk dəfə. Sonradan amma həqiqətən də, yəni nə olsa məqsədim arxasına get. Yəni bu sözü həmişə eşitmişəm valideynlərimdən və hamıla bir yerə gəlməyə qəbul. Yəni birinci gələndə, yəni bura görəndə yəni mən buradayam da, yəni bura akademiyadır. Yəni belə sevindim. Amma sonradan həqiqətən bir dərs keçmədi, düzəltdim yəni özümü o barədə. Bu 3 ay sənə nə qatdı? 3 ay mənə işin ciddiyyətini qatdı. Daha çox disiplin olmağı qatdı. Motivasiya həmişə var, sadəcə disiplin olmalı. Nə tövsiyə edirsən? İstədiyiniz peşənin arxasına gedin. Yəni bu peşə hansı peşə olur olsun, istəyir incəsənət olsun, istəyir biznes olsun. Yəni də peşənizin arxasına gedin, axıra kimi dirəlin. Bu da üçüncü aldı. Xələfova Gülsüm, 18 yaşım var. Nə işin var burada Gülsüm? Bir videomuz qanalıma çıxdı. Hansı video?
Emosiya o eləyir, səsdə o çıxardır. Maraqlı gəldi də. Gələndə hansı təəssüratlar hiss elədin? Qorxurdum ki, birdən təklənərəm, eləyə bilmərəm. Nə oldu sonra bəs necə oldu? Bizim qrupdakı uşaqlarla ünsiyyətim artdı. Sonra müəllimləri tanıdım. Gördüm ki, mehribandılar. Biz komplekslərə nə kimi təsir oldu? Çox kompleksim yox idi. Sadəcə mən çox ciddi idim əvvəl. Daha çox gülməyə başlamışam, zarafatlaşmağa hamı ilə başlamışam və kəşf etdim ki, məndə yumor hissi var imiş. Bura gəlmək mənim üçün böyük bir xarakter başlanğıcı oldu. Sağ ol. Çox sağ ol. Sağ ol. Alqışlayırıq. Adın nədir? Leyla. Leyla. Gözəl Leyla. Nə işin var burada? Aktyorluğa uşaqlıqdan həvəsim var idi. Aha. Dedim ki, mən aktris olum, niyə özümü dəyərləndirməyim? Bura gəldim. Necə oldu ki, qərar verdin gəlməyə? Ailəmlə bir dəfə də danışdım. Sonra məni başa düşdülər. Çox sağ olsunlar, qoydular. İlk gələndə Leyla hansı hissləri keçirdin? Canlı idim, qorxurdum. Amma gəldikcə ortamı gördüm, çox səmimi idi, ləncəli idi. Arası falan çox xoşuma gəldi. 3 ay səni nə qatdı? Özgüvənim artdı, komplekslərimdən biraz azad oldum, amma hələ də var. Nə kimi kompleksin var? Özümə qapanıq idim, cəmiyyətlə ünsiyyət qura bilmirdim. Amma artıq cəmiyyətin nə deyəcəyini çox da düşünmürəm. Bəs bəyənmədiyin cəhətlər nədir prosesdə? Nə düzəlsə daha yaxşı olar? Yoxdur. Yekun olaraq fikirlərin nədir? Demək istəyirəm ki, bura gəlmək istəyən qorxmasın. Özgüvənli və komplekslərinizdən azad olmaq istəyirsinizsə, bura gəlin, peşman olmayacaqsınız. Əvvəlcə. Aya necəsən? Yaxşıyam, siz necəsiz? Çox sağ ol. Neçə yaşın var Ayan? 18 yaşım var. 18 yaşın var. Ayan, burada nə işin var? Buranı çoxlanda izləyirəm, yəni 2-3 il ərzində ola bilər. Amma cəsarət edə bilmirəm bura gəlməyə, bəzi problemlər oldu. Daha sonra dedim ki, mən əgər bunu istəyirəmsə, mən bura gəlməliyəm. Və gəldim, çıxdım. Ayan, bəs evdə valideynlər nə deyir? Mama qarşı deyil, yəni deyir ki, istəyirsənsə get. Ayan, gələndə ilk hisslərin nə idi, təəssüratların? İlk öncə qəbula gəlmişdim, sonra sınaq dərsinə girdim. Dərsə girəndən sonra yəni əslində həyəcan falan yox idi. Girdim, baxdım. Amma daha sonra mənə dedilər ki, meymun ol, zombi ol. O biraz mənə qəribə gəldi, amma bilirdim ki, elə şeylər olacaq, bəyəndim. Çox həqiqətən dərslər çox maraqlı keçirdi deyə. İlk könlü balıq istəyən ayağı suda olmalıdır. Bəli. Ayan, bəs bu 3 ay sənə nə qatdı? 3 ay ərzində hamı dedi ki, məndə də özgüvən artdı. Yəni rahat öz istədiklərimi deyə bilmirdim. Ayan, yekun olaraq nə demək istəyirsən? Yaxşı ki, bura gəlmişəm. Burada özümü daha belə av havası kimi hiss edirəm. Nə gözləyirsən? Buradan gözləntin nədir? Bilirəm ki, burada qabağa gedəcəm, kinolara çəkiləcəm və buradan da biraz məşhurlaşıb biləcəm də yəni. Çünki bu artıq olub öncədən, deməli, sən də eyni çalışqanlığı göstərsən, eyni nəticə səndə də olacaq. Çoxu gəlir, misal üçün də Çingizi görür, Firuzəni görür, Esiyanı görür. Yəni məşhurları görüb gəlirlər. Buradan hansı ki, eyni prosesdə məşhur oldular. Gəlib görürlər, amma onların elədiyini eləmirlər ki, onlar çalışıblar, onlar disiplinli olublar. Bunları görmürlər, elə istəyirlər ki, olsunlar. Bir də onlar tez istəyirlər, yəni bir də 2-3 tez ayda, istəyirlər, 1-2 ay istəyirlər məşhurlaşsınlar. Çingizin 4 ildə, 3 ildə qazandığı o əziyyətin nəticəsini istəyirlər ki, elə bir ayda olsun. O da olmayanda da sonra günahkar bizi çıxardılar. Sənə də tövsiyəm odur ki, səsə qoşul, yəni nəticə onsuz da olacaq. Prosesdəsənsə, çalışırsansa, mümkün deyil ki, nəticə olmasın. Uğurlar arzulayıram sənə. Yaxşı ki, varsan. Necəsən? Yaxşıyam. Adın necədir? Şükürova Ayan. Şükürova. Ayan, neçə yaşın var? 14 yaşım. 14 yaşın var. Ayan, nə işin var burada? Mən aktyorluq həvəsim əslində yay tətilində başladı deyə bilərəm. Çünki bütün gün evdə idim, məktəb yox idi. Və ondan sonra birdən filmlərə, seriallara maraq salmağa başladım. Ondan sonra birdən aktyorluğa maraq saldım. Sonra deyəsən nə vaxt idi bilmirəm. Gəlgidə təzə çıxandan sonra anama göstərdim ki, mama gəl bir yerdə izləyək, film çıxıb falan deyə. Anam dedi ki, sən adımı yazdırmışam. Mən dedim ki, necə yazdımsa mən. Ona görə hər şey birdən baş verdi əslində. Planlı deyil. Ayan, bəs papa nədir? Dəstəkləyirdi, sadəcə heç bir şey demədi. Birinci gələndə nə hiss yaşadın? Birinci gələndə əslində çox kompleksim yox idi. Çox kompleksli bir insan deyildim, amma həyəcanım var idi. Düşündüyün kimi oldu yoxsa öncə? Yox, düşündüyüm kimi olmadı. Çünki burada hamı çox səmimi idi və alışandan sonra mənə asan gəlməyə başladı. 3 ay sənə nə qatdı Ayan? 3 ay əslində mənə çox şey qatdı. Mən insanların düşüncələrini çox vecimə alırdım. Əslində heç vecimə almıram artıq insanların düşüncələrini. Onu anladım ki, insanları çox da vecimə almaq lazım deyil. Ayan, bəs 3 ay əvvəlki Ayana nə tövsiyə edərsən? Fikirlərini vecimə aldım. Bəs 3 ay əvvəlki Ayan burada otursaydı belə rahat danışa bilərdi? Yox.
böyük ehtimal sıxılardı, əli ayağı titrəyərdi. Dərslərin necədir? Dərslərim yaxşıdır. Vəziyyətim zəif, sayısalım yoxdur. Yekun olaraq nə demək istəyirsən? Yekun olaraq yaxşı ki, bura gəlmişəm. Doğrudan da mənə çox şey qatdı. Amma 3 ayda sanki mənə 1 il təcrübə alınmışam kimi hiss elədim doğrudan. Əla sənə. Supersən.